Rövşən, baxdın xəstəmizə? Hə, indi baxdıq. İlkin olaraq rentgen müayinəsi elədik. Burada nazik bağırsaq keçməməzliyidir, üfüqi səviyyələnmələr və bağırsaq mərkəzi genişlənmələri var. Belə olduqda xəstələr hansı şikayətlə müraciət edir? Əsasən qarında köp, sancı şəkildə ağrılar, xəstəlik irəlilədikcə ürək bulanma, qusma, nəcis və qaz ifrazının pozulması şikayətlərlə daxil olurlar. Bu rentgenoskopiyadan sonra keçməməzliyin səbəbini daha detallı araşdırmaq üçün hansı müayinəni tövsiyə edirsən? Daha detallı araşdırmaq üçün kompüter tomoqrafiya müayinəsi istifadə olunur. Biz burada ehtiyac olduqda həm içməyə kontrast veririk, həm də ki, vena daxili vururuq. Bir çox səbəblər ola bilər. Keçirilmiş əməliyyatlardan sonra bitişmələr də səbəb ola bilər. Bağırsaqların vurulması, törəmələr, yəni şişlər səbəb ola bilər. Yəni bu səbəbləri daha detallı araşdırmaq üçün kompüter tomoqrafiya müayinəsi lazımdır. Belə olduqda sizdə müalicə taktikası necə olur? Müalicə taktikası asılıdır keçməməzliyin səbəbindən asılı olaraq həm dərmanla müalicə, həm cərrahi müalicə. Dərmanla müalicə 24-48 saat ərzində effekt vermirsə, mütləq cərrahi əməliyyatla problem aradan qaldırılır. İndi onda baxaq görək hansı səviyyədədir burulma.